Salam, əziz izləyicilər. Bugünkü mövzumuz zəriflikdir. Zəriflik cümlədə bir qayda olaraq həmişə xəbər ayrılır. Növündən asılı olaraq həm yanaşma, həm də idarə əlaqəsi ilə bağlana bilir. Zəriflik cümlədə xəbərdən başqa heç bir üzvə tabi deyil. Yer gəlmişkən deyin ki, o mübtədə və tamamlıqla heç zaman əlaqəyə girmir. Zəriflik əsas tərəf kimi təyin əlaqələr, təyin zərifini izah edə bilir. Zərifliyin mənaca 6 növ var. Tərz hərəkət, zaman, yer, miqdar və yaxud kəmiyyət, səbəb və nəhayət məqsəd zəriflikləri. Tərz hərəkət zəriflikləri. Tərz hərəkət zərifliyi necə, nə cür, nə tərzdə sualına cavab verir. Burada iki sual bizə tanışdır. Necə və nə cür? Bunlar təyinin də suallarıdır. Lakin əgər təyin isimlə ifadə olunmuş üzvə aid olursa, tərz hərəkət zəriflikləri demək olar ki, həmişə feili xəbərə aid olur. Bundan başqa, bunu yoxlamağın ən sadə yolu hansı sualı vermək lazımdır. Hansı sualına cavab verirsə təyindir. Nə tərzdə sualına cavab verirsə isə zəriflikdir. Tərz hərəkət zəriflikləri də quruluşuna görə sadə və mürəkkəb olur. Sadə zəriflər nitq hissələrlə ifadə olunan zəriflərdir. Bunlar aşağıdakılardır. 1. Tərz hərəkət zərifləri ilə 2. Feili bağlamalarla hansı şəkilçilər? Araq, madan, A şəkilçili feili bağlamalarla. 3. Bənzətmə qoşmaları isimlə və yaxud isimləşmiş nitq hissələrlə. Nümunələrə bax. Qız zorla danışırdı, danışırdı xəbər. Kim danışırdı? Qız. Necə danışırdı? Nə cür danışırdı? Hansı danışır demək olmur. Nə tərzdə danışırdı? Zorla zəriflikdir. Zəriflə ifadə olunur. O dəli kimi davranır. Davranır xəbər. Kim? O. Necə davranır? Dəli sifətdir. Qoşma ilə işlədir. Sifətlə ifadə olunur. Bunlar qoşmalarla işlənənlər sadə zərf hesab olunur. Gülə-gülə gəldilər. Gəldilər xəbər. Kimlərsə necə gəldilər? Gülə-gülə feili bağlama ilə A şəkilçili feili bağlama ilə ifadə olunur. Bu özü mürəkkəb feil bağlamadır. Lakin söz birləşməsi olmadığından sadə üzdür. Feili bağlama ilə ifadə olunur. Xəstə gözünü səhvdir. Fikirləşmədən cavab vermə. Cavab vermə xəbər. Kim cavab? Necə cavab vermə? Fikirləşmədən madan-mədən feili bağlaması ifadə olunur. Sən ağıllı davranırdın. Davranırdın xəbərdir. Sən mübtədədir. Ağıllı əslində quruluşu qadın xüsusiyyətinə görə sifətdir. Burada tərz hərəkət zərifliyi məqamında işləmişdir. Deməli, tərz hərəkət zərifliklərinin əsas ifadə vasitələri bunlardır. Bu nümunə səhvdir. Mürəkkəb tərz hərəkət zəriflikləri, feili bağlama tərkibləri və nəhayət bənzəşmə qoşmalı ismi birləşmələrlə
Əgər o isimlə ifadə olunursa, bu ismi birləşmələrdir. Baxaq. Aramsız qışqırıb anasını axtarırdı. Axtarırdı. Kim? O. Necə axtarırdı? Aramsız qışqırıb, ıb feili bağlama tərkibidir. Mənim nəsiyyətlərimə məhəl qoymadan otağa keçdi. Keçdi xəbər. Necə? Mənim nəsiyyətlərimə məhəl qoymadan. Madam nədən feili bağlama tərkibidir. Vəhşi meşə ailesi tək üstünə cumdu. Cumdu xəbər. Kim? O. Necə cumdu? Vəhşi meşə ailesi tək, yoxsa meşə? Meşə ailesi tək cumdu. Çünki ismi birləşmə olduğuna görə artıq burada vəhşi ailesi təyin kimi götürüləcəkdir. Oğlan heç bir şey olmamış kimi sakit oturmuşdu. Oturmuşdu xəbər. Kim? Oğlan necə oturmuşdu? Heç bir şey olmamış kimi. Görüldüyü ki, burada da qoşmalıdır və feili bağlama. O, üzr istəyirəm, feil sifətdir. O da sənin o yaxın qohumun kimi mənə arxa durmadı. Arxa durmadı xəbər. Kim? O. Necə arxa durmadı? Sənin o yaxın qohumun kimi feili üçüncü nöqtəyin söz birləşməsində qoşmaya işlənir. Tərz hərəkət zərifliklərin əsas ifadə vasitələri bunlardır. Çox istisna hallarda tərz hərəkət zərifliyi feili xəbərə də aid olan, bu demək olar ki, istisnadır. Elə nəzərdə tutun ki, belə üzr istəyir, ismi xəbərə də aid. Nəzərdə tutun ki, bu həmişə feili xəbərə aid olur. Zaman zərflikləri həm ismi xəbərə, həm də feili xəbərə aid ola bilir. Hərəkətin və yaxud hökmün zamanını bildirir. Sualları nə vaxt, nə zaman, haçan, eləcə də müəyyən şəkilçilər ola bilər. Haçandan, nə vaxta kimi, nə vaxtacan və s. qoşmalarla da işlənə bilər. Dedik ki, zaman zərflikləri feili xəbərə və ismi xəbərə əsasən yanaşma əlaqəsi ilə bağlanır. Bəzən də idarə ilə, hal şəkilçisi olanda idarə ilə. Zaman zərfliklərinə təyin aid ola bilər. Zaman zərflikləri də quruluşuna görə sadə və mürəkkəb olur. Mən ifadə vasitələrini danışdıqca bunlar haqqında məlumat verirəm. Sadə zaman zərfləri nə ilə ifadə olunur? 1. Zaman zərfləri ilə. 2. Feili bağlamalarla hansı şəkilçilər? Anda, dıqda, dıqca, arkən, armaz, ınca, caqcaq da var. 3. Zaman bildirən qoşmalı sözlərlə. Yəni bir sıra qoşmalar var ki, bunlar zaman anlayışı yaradır və müəyyən sözlərə qoşularaq zaman zərfli vəzifəsini işlənir. Və nəhayət an şəkilçili feili sifətlə bənzətmə qoşması, oxuyan kimi danışan təkvəsidir. Bunlara baxaq. O həmişə narazıdır xəbər. Kim? O həmişə zaman zərfliyidir. Zaman zərfi ilə ifadə olunmuş sadədir. Yazarkən diqqətli ol xəbər. Nə vaxt? Yazarkən feili bağlama ilə ifadə olunur. Əhməd gələr gəlməz aranı qarışdırdı. Qarışdırdı xəbər. Kim? Əhməd. Nə vaxt gələr
gəlməz feili bağlamalı, özü mürəkkəb feili bağlama olsa da sadə zaman zərflidir. Yağışdan sonra hava sakitləşdi xəbər. Nə sakitləşdi hava? Yağışdan sonra qoşmadır. Qoşmalı sözdür. Sadə hesab olunur, çünki qoşma birləşərək gətirilir. Dünəndən bəri cəbhələ sakitlikdir xəbər. Harada cəbhələ, nə vaxtdan? Dünəndən bəri zaman qoşmalı, zaman zərfi ifadə olunur. Gələn kimi aramızı vurdu xəbər. Nə vaxt? Gələn kimi fiili sifətli üstə gəlirsin qoşmalı. O bugün dərsə tez gəlib xəbər. Kim o? Nə vaxt? Bugün sadə zaman zərfidir, çünki sadə zaman zərfi ifadə olunur, çünki bugün tərkib sözdür, zaman zərfi ifadə olunur. Tez gəldi, yenə də zaman zərfi ifadə olunur. Burada tez haqqında bir qədər dayanmaq istəyirəm. Tez sözü dilimizdə daha çox tərzi hərəkət zərfi kimi işlənir. Məsəl üçün, o bu hərəkəti tez etdi. Əgər sürətli mənasında, tələsik mənasında işlənirsə, o tərz hərəkət zərfi olacaq. Əgər gec sözünü antonim kimi işlənirsə, onda o artıq zaman zərfi olacaq. Burada zaman zərfi. Bunu ayırmada bir qədər diqqətli olun. Dediyim nümunələrdən onları əvəz etməklə anlamaq olar. Deməli, sadə zaman zərflərinin əsas ifadə vasitələri bunlardır. Əlbəttə, nümunələrin sayını artırmaq olar. Mən çalışdım ki, hər bir müayət heç olmasa ən azı bir nümunə deyim. Yenə də bunların arasında daha çox zaman zərfləri, xüsusən feili bağlamalarla ifadə olunur. Mürəkkəb zaman zərfləri. Ən çox feili bağlama tərkibləri ifadə olunur. Yenə də həmin şəkilçilərlə anda, dıqda, arvad bu şəkilçilərlə bu şəkilçilər olan feili bağlamalara aid olan sözlər. Məsəl üçün, günəş üfüqdən boylananda kəndə çatdıq xəbər ki, biz müftədə buraxılıb, nə vaxt kəndə çatdıq? Günəş üfüqdən boylananda. Müəllim dərsi danışdıqca biz onu izləyirdik. Nə vaxt izləyirdik? Müəllim dərsi danışdıqca. Və yaxud o məni görüncə çox sevindi. O məni görüncə feili bağlama tərkibdir. İkincisi, zaman qoşmalı birləşmələrdə. Əgər sözə qoşulubsa, sadədir. Yox, birləşmə qoşulubsa, artıq mürəkkəbdir. Baxın cümlə. Nadir müəllimin dərsindən sonra görüşərik xəbər ki, biz nə vaxt görüşərik? Nadir müəllimin dərsi 3-cü növ təyini söz birləşməsidir, piyoruz qoşmayla. Göründüyü kimi qoşmalı sözdür. 3. Birinci, ikinci və üçüncü növ təyini söz birləşmələrdir. Bu o birləşmələrlə olur ki, adətən bunların ikinci tərəfi, əsas tərəfi ay, gün, il, vaxt, zaman və s. bu kimi sözlərlə ifadə olunur. Məsələn, qış aylarında hava soyuyur xəbər, nə hava, nə vaxt qış aylarında ikinci növ təyini söz birləşməsidir. Mən martın əvvəlində kəndə gedəcəyəm xəbər ki, mən nə vaxt martın əvvəllərində üçüncü növ təyini söz birləşməsidir. Demək istəyir ki, bu birləşmələrin əsas tərəfi
adətən zaman bildirən sözlərdir. Fərz edək ki, yaz günlərində hava günəşli olur. Yaz günlərində. Birinci növ. Bu o zaman olur ki, adətən ikinci tərəfdə gün, dövr, zaman, ondan sonra əsr və s. Fərz edək ki, Nizami 12-ci əsrdə yaşamışdır. 12-ci əsr birinci nöqtənin sözləşməsidir. Yaşamışdır ki, Nizami əsrdə yaşamışdır, məna verir. Ona görə də 12-ci əsr birinci nöqtənin sözləşməsidir. Nümunələrə baxaq. Həmin gündən burada ismi xəbər aiddir. Nə vaxtdan, gündən burada aid demək olmur. Ona görə də burada mütləq birinci nöqtənin söz birləşməsi bütövlükdə mürəkkəb zərfi olacaq. Nəsimi orta əsrlərdə yaşamışdır. Yaşamışdır xəbər, kim yaşamışdır Nəsimi, nə zaman yaşamışdır? Əsrlərdə demək mümkündür. Ona görə də orta əsrlərdə bütövlükdə birinci növdə ifadə olunmuş zaman zərfidir. Qədim dövrdə insanlar mağaralarda yaşayırlar. Yaşayırlar xəbər, kim insanlar yaşayırdı? Nə vaxt? Dövrdə demək olmur. Mütləq olmalı qədim dövrdə. Demək istəyirəm ki, birinci növdə o zaman ifadə olunur ki, bunun əsas tərəfi dövr, zaman, gün, vaxt, əvvəlində, ortasında və məsəl üçün, qışın ortasında bizə gəlmişdir. Nə vaxt? Düz istəyirəm. Bu ikinci növ, üçüncü növdür. Bu kimi sözlərlə işlənəndə birinci növ bütövlükdə götürülür. Və nəhayət an şəkilçili, feil, sifət tərkibi üstələməsi qoşmaq. Məsələn, uşaq zəng vurulan kimi həyata qaçdı. Xəbər, kim qaçdı? Uşaq, nə vaxt qaçdı? Zəng vurulan kimi, zəng vurulan feili bağlamaq, feili sifət tərkibi üstə gəlinsin, kimi qoşması. Deməli, kimi qoşması birləşməyə qoşularaq, an şəkilçili birləşməyə qoşularaq bütövlükdə zaman zərfi vəzifəsində işlənir. Zaman zərfi haqqında deyəcəyim bu qədər. Ancaq burada bir şey diqqətli saxlayın ki, zaman zərflikləri cümlədə həm ismi, həm də feili xəbərə aid ola bilər. Bugün dərsimiz bu qədər. Əgər izahımı xoşladınızsa, bəyənmə işarəsini vurun, kanalıma abunə olun, fikirlərinizi, iradlarınızı, suallarınızı bildirin. Sağ olun.